İştirsən, özü ağıllı apar. Gedib 5 dənə qazi ilə, 2 dənə şəhid ailəsinə şəkil çəkdirib, burada xoflanma ginan ha. Başa düşdün? Allah kimsə vermə ginan. Çatdı sənə. 5 dənə qazi ilə, 2 dənə şəhid anası ilə dayanıb, mənə eşçeyi, obrusuna mədəniyyətsiz sən deyə bilmərsən. Çatdı sənə. Mədəniyyətsiz sənin özünsün, ailənd, sənin əzizlərind, oturub durduğundur. Səviyyəsiz. Özünüz lap axırıncı yerə qoymuşsa. Eşitdin sən məni? Sən dünənləri onları tanıyırsan, mən elə 2020-dən tanıyıram. Git işinlə məşğul ol. Tülək. Belə də sözün olsa səhifədə nömrə var. Yaz, mən sənə həyatı başa salım. Eşşək nətər olur. Anam yaşında da axmaq. Səviyyəsiz. Mən heç kimə bu modu vermirəm. Modla. Yox, nə bir mədəniyyətsiz. Sivişka tutuyanda da mədəniyyətsiz olur. Xoşum gəlmir məndən. At səssizə. At bloka məni. Nə vacibdir baxırsan mənə? Nə vacibdir? Mən kiməm ki baxırsan mənə? Xoşum gəlmir, at mənə bloka. Yox, gəl mənə yaza mədəniyyətsiz. Yox, nə danışırsan? Saqqız çeynəyirəm, deyir tuşqasan. Əlimlə kartoşka yiyirəm, deyir kətçisən. Şimişka tutuyuram, deyir mədəniyyətsizsən. Mən neyniyim az? Neyniye? Biz neyniye bizi hürmet eləsinlər abi? Afrisi eliye. Tırnaqlar. Tırnaqlarım qaşıma görə belə eləmişəm. Mənim üçün fərqi yoxdur. Kim kimdir, kim nədir. Beləyə qalanda mənim də danışılası çox sözüm var. Biz özümüzə hörmət eləyirik. Heç neydən istifadə eləmirik. Biz kimi, kim döyürük. Yox, mən elə şeylə xoşlamıram. Elə insanlara da hörmət eləmirəm. Kim neyindən asılı olmayaraq maraqlı da deyil. Qaşığa 80 manata. Uşaqlar evdə. Aycan. Mən Xırdalandayım evdə. Birazdan bayıra çıxacağım. Binəqədiyə getməliyəm. Düzelmeyecekler. Hayat belədir. Sen yaxşı övlad olanda, pisi görməyənə qədər sənin qiymətin olur. İnsanlar pisi görəndə düzəlirlər. Bəli, həyat belədir. Belə yoxsa adamın qədrini bilmirlər. Mən bilmirəm xanım, mən Xırdalanın icra hakimiyyəti deyiləm. İcra hakimiyyətindən gedin, yaxınlaşın, suallarınızı verin. Mən nə bilim Xırdalanda niyə su gəlmir? Mən nə bilim? Mən icra hakimiyyətiyəm, Azər suyam, mən nə bilim? Sevgilim orada işləyir, mən nə bilim? Navastroykalarda gəlir, həyət evləndə. Problemlə. Az görmürsən. Şemiçka deyil o. Bəs nədir?
Nefes al, nefes alma. Başının şeyini aç Kinan. Sen olsa düşmürsən canlıda. Raul. Başının şeyini aç. Düşmürsən canlıda, bu yan düşür. Sənə neyinirəm mən görsətim. Risovka sənin atomdur. Səidə demişkən, Svitoy atom. İşləndirib mən ona görə. Ha, limiti var da. Görsünüz, limit yendi. Yaxşısız necəsin? Ha, düzəldi. Simiçka versəm səliqəli çıtlaya bilərsən orada. Aşağıda. Orada aşağı qoyub çıtlaya bilərsən səliqəli. Hə? Hə. Hə, yaxşı. Gəlin. Orada otur. Artık. Ora tök. Ora. Səliqəli otur çıtda. Gələ bu telefonu da qoy, otur baxa-baxa çıtda. Amma səliqəli şəkildə. Yerəm göyə dağılsam mən neyincimə. Hə. Mama canlıdayam, qurban olum sənə. Söhbətimizi sonra olar eləyək. Səsin gəlir, nə olub? Simiçkanı ora tök. Şu xalçada otur. Kışkıra lazım olmayan sözler işlədir. Lazım değil axı. Lazımdır da o sözler işlədir. Hə, genişləyimiz. Nə boydadır, zal. Nə? İstəmişəm biraz. Bu kimdə? Aha. Gözünü rək gəlin. Görək nə? Mən anlayayım. Ha, sən ye. Dağlı, bəli. Salam, buyurun. Can, buyur ürəyim. Ərazi hansı tərəfdədir inşallah? Baş üstə gələrəm, ürəyim, gələrəm. Problem değil, ürəyim uzaqda olsa gəlirəm olsa, narahat olmuyor. Bəli. İndi göy var qaşınızda, yoxsa nətər? Göy rəngindədir qaşınız, göyərib, hə? Bir damcı qalıb. Hə. Nə əcəb 6-cı gün istəyirsiniz ki? Hə, can, istəyirsiniz ona görə. Aha. İstəsəz mən bugün də gəlim, mən üçün problem deyil. İstəyirsən sabah gəlim, istəyirsən bir gün gəlim. Necə ürəyin istəyir? Hə, onda sabah saat 9-dan sonra sizdəyəm, konum atarsınız mənə. Hə. Ey Allah. Hə, onu gördüm də axşam mən rahat olur, uşaqlar yatır, mən çıxıram bayra. Nə vaxt istədiz deyin mənə.
Bəli, ürəyim təmiz boyalardı ki. Aha. Mənim gözüm üstə, baş üstə can. Öpürəm sizi, var ol can, sağ ol. Müştəri. Qarşısı müştəri. Şükür ay Allah görsün. Keyfim düzəldi. Keyfim düzəldi. Dağlı qızı öpürəm. Çox sağ ol. Qaşım üçün biləcəriyə. Şükür ay Allah görsən, keyfim düzəldi. Qiyməti 80'dır qızlar, qiyməti 80. Evlərə gedirəm. Salonda işləmirəm. Çay təsirini neçə günü göstərir. Qızlar, mənim satdığım çay keyfiyyətsiz ola bilməz. Mən burada kart qoyub dilənərəm, amma sizin pulunuz mənə lazım deyil. Səni gördüm. Ayqun xan, mən sizdən bugün görüşdüm beyə. Ayqun xan, siz yazmışsınız mənə. Mən sizə çatdırılma elədim. Xətayyə, Binəqədiyə, 11-də Binəqədi. Söz. Bəs mənə deyərdin Aygün xanım, mən heç sizə kart da atmazdım. Bəs mənə heç demədin, mənim ağlım üstümdə olmur. Mən elə bildim ki, tanımadığım adamlardır, mən sizi tanıyıram. Mənə deyərdiniz də. Bilirsiniz, məni neçə dəfə aldadıblar, haralarısı çağırıblar, boş-boşuna getmişəm. Siz mənə gələ yazardınız, mənim başım üstümdə olmur. Mənim başım üstümdə olmur ki, havada gəzirəm. Getmişim Qaqarin postundan aşağı, xanımın bir evi var idi, ora apardım, verdim, gəldim. O da interesli yolu idi, maşını verirəm, dala verirəm, qabağa verirəm, dala. Əsəblərim pozulmuşdu. Qaşı neçə eləyirəm, bütün qaşları qızlar qiyməti 80'dır. Evə gedirəm. Dağlılara çoxlu salamlar. Allah bütün bölgələrimizi qorusun. Allah bütün qəriblikdə olanlarımızı qorusun. Çayın qiyməti qızım 15 dənəsi 65'e 100% arıqladır. 100%. Arıqladmasa mən sənə deyərəm, mənim kartıma pula ehtiyacım var, amma mən səndən pul alladıb götürmərəm. Mən utanmaram sizə deyərəm. Bir dost kimi, bir padruga kimi. Deyərəm, mənim kartıma 60 manat at. Mən sənə falan bax ver. Amma mən sizə alladıb o pulu götürmərəm. Mənə lazım deyil. Dırnağımı kim eləyib? Qızın adı yadımda deyil. Xırdalanda eləyiblər. Səhifəyə etiket eləmişəm. Bəli, kişilər də içə bilər, bəli. Niyə içə bilmir? Kişilər də içə bilir. Sifariş verirsiniz, gətirirəm. Konum açırsınız, gətirirəm. Kişilər də içir, qadınlar da içir. Can, çox sağ ol, Seva. Yo, misal üçün deyirəm də, yəni mən kimisə alladıb pul almaqdansa sizə deyərəm ki, nə olar, mənim bu qədər pula ehtiyacım var, ay qız. Birinizə yazaram ki, mən 60 manata 5 günə verərəm. Amma mən yalan danışıb sizdən niyə pul alım ki? Bəli, rayona çatdırılma var. Mənə heç kəsin halal qazancı qarğışla lazım deyil axı. Nəyimə lazımdır mənim o? Dilənçilik ondan hörmətlidir. Valla küçədə dilənmək ondan yaxşıdır. Qiyməti 15 dənəsi 65'dir qızlar. Cavab verir, mən Sumqayıton kimi qalıram, mən də istəyirəm qaşlarımı. Səhifədə nömrə var qızlar, qaşla bağlı, çayla bağlı bu nömrəyə yazın. Bax bu nömrə. Burada nömrə var, buraya yazın. Bu nömrəyi yazırsınız, sifariş eləyirsiniz. Çayla bağlı, qaşla bağlı, bütün qaş modelləri 80'dır qiyməti. Sən paparazzi düzəltmişəm. 15 dənəsi qızlar. Məsəl üçün bir xanım var. Görsədim sizə.
Mən bunu deyən görüm, nətər görsətim sizə. Bu mesajlardır, deyən görsətim mesajları sizə. Bax, bu Məryəm Maştağadır. Salam, 12 ilə başladım. Bugün 12-ci günümdə içirəm. 83 olmuşam. Bu Rayzində qalır bu xanım. Salam gözəl, necəsi 8 gün ərzində çəkim 66 il idi, düşdüm 59-a. Abla çay süperdi. 60 kilo idim. 57'ye düşdüm. Özümü o qədər yüngül hiss eləyirəm. Buna 2-ci gün aparmışdım. Pərşənbə günü yazdı mənə. Bu xanım Xırdalanda qalır. 88 idi, 79'a düşdü. Sonra bir dənə səs görsədim sizə. Və bu xanım deyəm. Bu xanıma dedim ki, hələ yaz mənə. Deyəm. Baba bu xanım deyəm. Necə sənə və niyə əsəbləşmək, canlıda baxıb əsəbləşirsən. Mənim anam biraz gecə arıqlayandı. O 5 kilo arıqlardı. 5 kilo elədir ki, çək atdı. 75 kiloydu, 70 kiloya düşdü. 15 ədədində. Görsən, bunun maması çox gözəl bir xanımdır. Çox qəşəng bir xanımdır. Üzünü görsədə bilmərəm də. Onlar da belə 54-55 yaşı xanımın. Görürsən 5 kilo arıqlayıb 15 dənə ilə. Amma bu xanım, baba bu xanım. Gəlin görsədim. Bu xanım da məsəl üçün 54-55 yaşında xanımdır da. Bu xanım gör nə qədər arıqlayıb. 90 kilodan başlayıb 12 günə 83. 7 kilo arıqlayıb. Ona görə ürəyim orqanizm müxtəlifdir. Mən yalandan sənə deyə bilmərəm ki, xanım, sənin 40-dan yuxarıdır yaşın, 60-a yaxın yaşın var. Mən 15 dənə ilə 9 kilo arıqlayacaqsan, 10 kilo arıqlayacaqsan, nə bilim nə. Yox, o sənin orqanizmindən asılıdır. Görsən, eyni yaşda qadındır. Biri 7 kilo arıqlayıb, biri 5 kilo. Bir xanım var 9 kilo arıqlayıb. Onun SMS-i yoxdur məndə. SMS-lər silinmədə olur məndə. Yəni, hərədə bir cür nəticə verir. Da hamında eyni deyil. Səhifədə nömrə var, oraya yazın zəhmət olmasa, sizə canım qurban. Çayla, qaşla bağlı bu nömrəyə yaz. Burada nömrə var. Burada nömrə var, bu nömrəyə yaz. Axşam da çatdırılma olunur. Bugün Xətayiyə çatdırılma var. Binəqədiyə Xətayiyə. Buyurun yazın. Kim istəyir yazsın. 15 dənəsi 65'ə. 10 dənəsi 45'ə. O da uzaq əraziyə 50'yə. Lap uzaq olanda. Ona görə elə 15 dənə götürsünüz yaxşıdır. Çox az sayda qalıb. Bir daha ayın olacaq. Hər vaxtınız xeyir. Azadlıq metrosuna. Eybiyyəm. Azadlıq metrosunun içində nə istəyirsiniz? Yeni güneşliyə göndərə bilərsiniz mənim gözüm üstə. Yaz mənim nömrəmə gətirin bugün. Kim nə sifariş istəyirsə yazsın. Yazın bugün çatdırılma olsun. Mən kökəlmirəm. Çox sağ olun. Nömrəyə yaz. Bütün ərazilərə çatdırılma var axşam. Bugün alın, sabahdan da başlayın arıqlamağa. Tərəzidə də özünüzü ölçün. Tərəzidə özünüzü ölçün. Nə deyir? 15 dənə səhifədə nömrə var həyatım. Ora WhatsApp-a yaz, qeyd edeyim səni. 15 dənəsi 65. Məzələnirsən, yeni günəşli haradır. Ay qardaş, ay Elçin. Geç, bura gəl. Gezim gəldi. Nə? Gezim gəldi. Mən Qaradağa qədər getmişim. Bu mənim işimdir, neyniyim? Mən də çörəyim bundan çıxır, nə qayrım, ay qardaş. Neyniyim? Neyniyim? Nə qayrım? Çox bahadır, xanım, alma. Get ucuzlu şey. Get ucuzlu. Qapını bağla. Gözleri gezdirəm, tekrar bir gələm. Dedim.
Sağ olun. Siz harda qalırsınız? Yoldaşım, siz mənə yazın WhatsApp-a, orada danışaq. Siz mənə WhatsApp-da yazın. Siz narahat olmayın, siz mənə WhatsApp-a yazın, burada nömrəyə yazın, mən sizə deyəcəm. Oruç tutursan, yox, mən oruç tutmuram. Çatdırılma pulla deyil, yox. Ağrıtmayın, yüngüldür. Sən mənə yaz. Yox, xanım. Burada nömrəni nə görürsənsə, onu da yaz. Burada nömrəni nə görürsən. Burada nömrəni nə görürsən, onu da qeyd elə, yaz. Ay xanım, bu nədir? Nə bilim nədir? Bir dənə onkoloji xəstələrə, ürək əməliyyatı olanlara olmaz. Bəli, mən də onları arıqlamışam. Bak. Bak. Ne var bak. Qapını bağla, qız dərs yazır. Şəki, onkoloji xəstələri olmaz. Baba. Bilirəm də. Bilirəm, Raul, bilirəm. Mən bula bilirəm, otur. Ya tutun ya. Yox, heç nə yaratmır, ay xanım. Almaq istəyənlər nömrəyə yazsın, mən məlumat göndərim. Heç nə yoxdur. Ayaqlarcı çay. Çay içməksə, indi çayımı saxlayacağım, gəl iç. Gəl bırak. Bu seçmeyi istiyorum. Yok, çay kafa olmaz. Görsen. Ne yazır? Baba. Hiç tanımıram xanımı görsən. Bax. Salam, mən də almışam sizə. Çox əladır. İndi çox rahatam. 4 kilo arıqladım. Görsən. 4 kilo arıqlayıb. Neçədən almışsınız can? 10 dənə, 15 dənə? 10 tane. 10 dənə ilə 4 kilo arıqladım. 15 tane alalım. Fərqanənin yanına. 10 dənə ilə 4 kilo arıqlayıb. Görürsünüz? Qiymətini şey deyəm. Qiyməti 15 dənəsi 65'e, 10 dənəsi 45. Fərqanə xanım mənim səhifəmdə var. Gir səhifəmə görəcəksən piercinglərimdə. İştahım kəsir bənim. Çox çürəm mən. Onkoloji xəstələrə ürək problemləri olmaz. Can, təşəkkür edirəm gözəl sözlərə görə. Nə qayrı? Nə istəyəm? Nasıl ki olsun? 53. Bundan da alıb içə bilərsiniz. Çərəz yerlərində satılır. İçmiyor ya. Bu diyetiskində şəkərləri olur. Yüksək şəkəri yoxdur. Kimlər məndən çay alıbsa, Bahadır xanım almayın. Gedin sizi dəli yerinə qoyan şeylərdən alın. Dəli olun və ağzınız əyilsin, oturun. 15 kilo, 4 kilo verdim. Əla. Bundan yiyin. Çərəz yerlərində satılır. Vafli deyil, yox. Bilmirəm, çərəz yerlərində gir orada. Başım niyə çatmır gələm? 3 çay var. 3 çay var, mən gelim oturmağa. Biraz oturaq. Sonra işlərim var, mən geyəcəm.
günlərə bir dənə qəşəng palto aldım. Otur orada, tumanım uzağın görsənməsin. Ayıbdır. O gün qəşəng bir dənə palto aldım. Bunu görsətim. Ben görüm xanım nə yazıbdı. Nə deyir? Çəkinizi aşağı salır. Aman. Ayaklarını getirem. Stol sesi istersin. Salam mənim gözəlim, baş üstə gözəl qızım. Faiz. Gözdə görüm. Şaşıram. Deyən palto göstərəcəm. Ha, dur. Bunu almışam kızım. Çok marka bir şeydi, çok gözəl. Sən bilirsən ki, mən cındır şeyləri xoşlamıram. Mən geyinirəm, sonra baxırlar telefon əllərində, tiktokerlərin bəziləri belə. Bundan mən onu bir xoşlamıram. Zəhləm gedir zuzudan. Bir tane bundan səndə varsa, cındırasın kimsən? Sən mən ola bilərsən. Heç vaxt. Sən tezdən də anonun qarnına girsən, çıxsan yenə də sən dörsün. Qaçıcı çuşka, feyiklə çuşkalar oturub, o tiktokerlər çuşkalar. Oturublar, indi Zuzu görsün, nə alır, qaçsın, geçsin, alsın. Bacı bir pox yiyib bir şey ala bilmirik. Bacı, canım, bir dənə gözəl yaraşır bacıva bu. Çox gözəldir də, çox. Sizi demirəm, tiktokerlər deyirəm, siz mənim izləyicimsiz, canımsız, az mənim, səylərin qırılsın. Dəlisən. Sən mənim aşkımsan, siz mənim babamsınız. Mən bir tonuyum. Bunu o günlər mini yukka ilə giymişdim, kısa yukka. Ne belə çıldırskoy düşür. Çox qəşəydi də yəni. Çox sağ hədiyyəyə görə. Bağlamıram da bunu bilsən, belə qəşəydi, kısa yukka ilə zaten. Deyən bacı sənə bir dənə göstərsin deyim. Qəşəkdir. Sən bunun başını bırak. Sus. Bura bax. Gözəldir. Sənətkara yaraşır. Yandan bax. Oğlanla gedirsən, səylə. Səy düşüb dalınca gedirsək. Səylə gedəndə. Gözəl. Akşam getdin, mindin maşına getdin. Yox, deməli, damaşınlar üçün. Deməli, binadan çıxdım. Çıxdım binadan.
Qriyyət, 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 qriyyət. Bəziləri oturur canlıda. Qriyyət. Belə. İşdilər. Hə. Maşına oturan kimi qriyyət. Namus. Qriyyət. Az mən elə beləyəm. Elə binadan da düşəndə elə belə səy. Səy düşür. Maşına da binəndə səy belədir. Maşından da düşəndə bu səy. Düzəlmirəm, mən düzəlməyəcəm. Sən Allah qəşəkdir. Daldan da qəşəkdir. Gözəldir, gözəl. Все. İndi oluruq qriyyətdir. Gözəl. Heç mənə yararsan Allah bir dənə bana bak. Necə bombayam. Heç mənə bu qriyyətli paltar yaraşmırdı. Gör nə gündür. Yaraşmır tabacı. Cəmaata yaraşır mənə. Az seyfi qalsın da. Az qəbirsanlıqda çiriyəcəm mən. Az qalıbmışam da bayırda. Az qəbirsanlıqda çiriyəcəm, qurtquş yiyəcək. Ay səy. Qurtquş yiyənə qədər qoy nəfəs alıb verən yesin də. Qoy o yerə çoxum. Qurtquş yiyəcək. Nene sıkı istedim. Biraz sıkı ver. Sibiçkanı getir buraya. Nenöve verdin qayıtmır sibiçka. Ya onsuz değil. Bana şeker istedim. Biraz. Bir damcı ver ona. Hamısını vermə. Nənə sibiçka gördü də yenə. Tursiklərin içində gizlətmişdim əlindən. Hə. Qurtquş yiyəcək də. Bu qurtquş yiyəcək. Siklet olasınız, siklet. Kurt yiyəcək, kuş yiyəcək. Kurtlar belə. Az gəzinti olanın az yeyin için. Az bəstirin, az zakuskada yanında. Görsüz açılışı eləyiblər ucu. Nə deyir? Lala, eşitirsən məni? Eşitirsən məni? Dur vızqırt buradan. Bir dənə feykum var idi. Dilvə yiyəli eləyə bilmədin. Atıram səni bloka. Ərvin səhifəsindən açmışdın. Ərin işə gedəndən sonra oğlanını soxursan ha evə. Onun nömrəsini açarsan TikTok. Amma onun nömrəsini TikTok açılanda dilvi saxla. Bax deyirəm sənə. İstəmirəm, yemirəm. Dilvi saxla bacı. Otur burada çıxma. Şimdi kan tutu. Tez gətir. Özün kimi hər kəsi bilmə. Ay, az eşitirsən. Səni kimi damaşlı gəlinlər görmüşəm ki. Butik adı ilə evdən çıxıb. Hansı falçıların yanına gedib, nə oyunlardan çıxır. Səni kimi o qədər gəlinlər biz görmüşük ki. Başa düşdün? Sənə soxan soxub. Bildin? Bildin də. Səni kimi damaşlıları çox görmüşük. Pabların dalından girən. Başa düşdün? Əri simində ola. Əri evdə olmaya qohumlarını başına yığıb falçıları oçretinə gedənləri çox görmüşük. Bir dəfə çatdırılmaya getdim. Gördüm oçret vurub bir-birinə. Dedim az bu nədir? Hamısı da ev gəlinləri. Baxırsan ki çındır biddədlər ay bacı. Biri xalatla, biri şəp-şəpi ilə. Dedim az bu nədir? Dedi filan falçının evidir bura. Yaxşı az. Sənin kimlərini çox görmüşük. Bizim kimi fıntı kuruşkulardan yoxa sənin kimisindən qorxmaq lazımdır. Evdə damaşıqla çıxıb taksiyə minənlərdən. Bizim nəyimizdən qorxsunlar az səhşeyi biz elə deyə ortalıqda qalmışıq. Ortalıqda qalmışam da elə. Mənim nəyimdən qorxsunlar ki? Kimin ərin boşatdırıb ərini yanımda saxlamışam. 2 dənə uşağımı özüm saxlayırım, heç aliment almıram. Neynəmaz? Sey. Seylərin qırılsın. Bu nə istəyir ev xanımlarından? Mən ev xanımlarından heç istəmirəm. Ev xanım oturub mənə söz atır. Ev xanım oturub evindən mənə söz atır. Çünki gül şəkli qoyub. Gül dipçək şəkli qoyub. Bu adam ev adamıdır. Bu adam gedir mənim kimi orada fotosesiya, metasesiya eləmir. Bu oturub evdə
Gül dipçək şəkli qoyur, əri bunu qoymur ki, profilə şəklini qoysun. Düzdür, əri qardaşı. Oturur, gül dipçək şəkli qoyur, bacı oturub evdə evində. Ağzına gələni yazır, ağzına gələni. Yalan deyirəm, dənə yalan deyirsən, atavan əhlət. Düz deyirəm də evdə oturub, adı ev gəlinidir. Dipçək, gül, qapı, pəncərə, Aygün Kasımı var, Röya Ayxan şəkillərini qoyur. Bu məni kimi tanınmış adam olsa qoyar o şəkilini, adı ev gələ. Günaya bax, Günaya bax. Günay gör məni söyər. Qoyub şəkilini, ay bacı, xoşu gəlmir. Girəcək, atacaq məni bloka. Deyəcək, zəhləm gedir də, bala, buna baxmaq istəmirəm. Məcburdur, mənə baxsın, istəmir də, bacı. İsrayevə, bax, zəhləsi gedir, atacaq məni bloka. Hə, de, quzum, nəfəs yazıb, atacaq məni bloka. Nə işi var mənim nəslimi söyə? Az oturub dipçək, salfetka. De, tutub salfetkanın əlində, bunu uzaqdan çəkir. Heç əri də hiss eləməsin bu kimdir. Bu kimin harasının salfetkasıdır, bu nədir axı belə? Tuvaletin salfetkasının burada nə işi? Yox, tuvaletdən çıx. Hə, misal üçün belə bir şey. Tutub çəkib. Hə, məni söyür. Sən məni niyə söyürsən? Mənim çiçəyim bir dəfə açıb 2 dənə ləçəklə solmuşam da, oturmuşam da, küncündə oturmuşam da bunun. Oturmuşam da, bir üzüm qız, bir üzüm gəlin, bir üzüm qız uşağı oturmuşam da, neyinirəm sizə? Gic danışıram, oturun qulaq asın. Birazdan çıxacağım trasa, gedirəm, işim gücüm var. Bekaram mən bəyəm ər çörəyi yemişəm. Ərimin bir dənə zavod çörəyini görmüşəm. Atamın atovun sümeyinə and olsun. 1 kilo bazarlıq görməmişəm. Getdim doğmağa, bir dənə çiyəlik alıb gətirən də olmadı. Deyən day qardaş. Nə haber? İyiyim canım benim, iyiyim. Yola çıxıram da gedirəm. İşlərim var. Paxıllıq eləyəcəklər də bu boyda şeyəm mən, nədir az o? İş xanımı. İş adamına nə deyirlər? Biznesmen, az yox mədənidir. Az yola çıxacam. Biznesli deyəm də, bütün günü çatdırılmadayım. Bu kişilərlə bilmirəm, başımı çıxardım, dalaşım. Probkada maşını saxlayıram, gedirəm, cumuram kişinin üstünə. Yanır qırmızı daldakılar məni söyür, başlayıram onlarla dalaşmağa. Tüfürüm belə biznesə, tüfürüm belə biznesə. Bu birisine bax, bu birisi elə biznes şoumum yazır. Az mən nə bilirəm. Dırnaqlarımı niyə belə eləmişəm? Dırnaqlarımın birini ərim elətdirib, biri sevgilim. 34 yaşım var. 34 yaşım var, evlənmirəm. Duxun çatmır saxlamağa. Evlənim nə məcburdur axı? Nöşə da duxun çatmır. Ada sən nə üçün özünü bugünə qoydun? Dağlı yazır ürəyimsə. Allah sənə can sağlığı versin ay kişi. Nə var nə yox? Ada mənə bax Günan. O başıma nöstük əkdirmirsən. Öləcəksən də. Gözüm deyəcəm. Yo Allah sənə can... Mənim taxtıqlarım hardan qızıl oldu? İtə də bir əbbeyi borcluyam. İtə də bir əbbeyi borcluyam. Hardan qızıldı? Üst-üstə tax, üst-üstə. Qoy qohum əqrəbə görür, partlayır. Ölürlər, ölürlər. Yığırlar bu birisine, evdəki uçaskovya. Yığırlar, soruşurlar. Qızıldı taxtıqları. Qızıldı, partlayırlar. Bu da ağzında söz qalmır axı. Demişəm ona, yalanlandı, doğrudandı. Doğrudandı, yalanlandı. Bu da yığır məni, deyirəm, sonra danışarıq. Üst-üstə bacı, üst-üstə tax, otur. Üst-üstə. Hanı üzüyüm? Hanı üzüyüm? İndi zərt gələcək. Üzüyü tax deyəm. Üst-üstə deyəm, qobağını da taxıb. Gözləm. Adı alimentini indirsən, 2 dənə uşağı közümə apıl çürkü, sən də başına alimenti pulu ilə eyni başalanam mən. Seylərim qırılsın elə. Ne indirəm? Alimenti pulunu özünə verirəm ki, geçsin özünə sigaret alsın. Ne indirəm mən onun alimentini? Canımı gücünə qutarmışam ondan səhət ağa. Elə bezdim onlardan ailecə. Ne indirəm alimentlərini sən Allah. Aliment yan dedi, taxım bunlar üst-üstə taxıram, lap partlayırlar. Az elə bilirsən mənə istəyirlər, Quran haqqı yox. Az deyəm, bir dənə də qol baxım partlayım. Az üst-üstə.
Az üst-üstə taxırsan partlayırlar. Quran and olsun. Bilirəm də, bilirəm. Deyim. Taxırsan, oturursan belə. Maşında da belə otururam, mən. Partlayırlar. Deyirlər, bəxtəvərə bax. Az qoy desinlər. Qoy deməsinlər, Zuzuşka cındır gündə düşüb. Qoy desinlər ki, Zuzuşkaya bax, gör Zuzuşkanı kim saxlayır. Zuzuşka cındır günündə deyə Zuzuşka 750 manat kapitalı bir ayda qoya bilmir. Kapital 40 dənə nömrədən zəng vurur, adboy verirəm. Alo deyir, verirəm, adboy biləm olardı. Aman olsun, sən Zuzuşkanı küçədə gör. Sən Zuzuşkanı küçədə gör ki, Zuzuşka taxır üst-üstə elə bilirsən multimilyonerdir. Anı. Buzaqda dur, belə yaxşı uçur. Aliment almışsan, qızıllardır. Əsas həmişə özünüzü görkəmli görsədin. İstəyir canım mənim, çox sağ ol. İstəyirsinizsə sizi ətrafınız hörmət eləsin, özünüzü həmişə samballı görsədin. Bahalı bujiteriyaları alın, taxın. Mənim kimi cındırınız çıxıbsa, vəziyyətiniz ağırdısa, evdə 2 dənə tursik, 1 dənə corab varsa, bujiteriyayı keçin. Heç vaxtı sambalınızı salmayın. Heç kimə zəng girib deməyin ki, qızıllarım lambartdadır. Bir dəfə zənginizi götürəcəklər, ikinci səfər yox. Az özünüzü hörmətdə aparın, özünüzü ac aparmayın, ac adamı sevmirlər. Ac adamı kim sevir? Kim sevir? Heç kim. Həmişə tax üst-üstə, baba görsən üst-üstə. Ölmürsə canın çıxmır ki taxta. Taxta üst-üstə. Tax çıx bayra. Tax, get bazarı gəz. Tax, get qoy məğrəbənin evinə. Get 15 dəqiqə otur, bir dənə belə elə, paraliç vursun onu. Dinə işim çıxdı, gedirəm. Hara gedirsən şam yeməyinə. Təzə padruqam gəlib dinə. Filan yerdə butik açıb. Gedirəm elə 150 manata bir kofta görmüşəm. Gedirəm onu alım. Paraliç elədin onu, elədin. Çıx da evindən, çıxdı. Qoy biraz səndən danışsın. Qoşucuylar, qohumlar qrupu. O yığıcı, bu yığıcı, aləm deyəcək bir-birinə. Az qoy ürəkləri partlasın da. Az niyə bulan ürəyini partlatmırsınız? Mən indi əlaqəni kəsmişəm hamısı ilə. Onlar mənə buradan baxır da. Mən heç birini saymıram, axı bilirsiniz də. Mən heç kimi saymıram. Quran haqqı. Heç kimi. Küçədə görəndə belə eləyirəm onlar. Uzaqdan bacı. Bunlara yaxınlaşanda mənə cadu eləyirlər, başım xərab olur. Onsa xəstəyəm də, bildin? Başım xərab olur da mənim. Gəlirlər mənə qurt yağı çəkirlər. Nə bilim az, iynəli qıllı şeylər yapışdırıb atırlar şkafın dalına, dəli eləyirlər da məni. Bu da əvvəl danışırdı, qoymadım. Bunu da dəli eləmişdilər. Bu da atırdı məni bayra. Sən mən niyə atırsan bayra? Mənə doğmusan da. Mən sənə ərzə yazmamışam ki, məni doğ. Sən doğdun da məni, niyə baxmırsan mənə? Dəli eləmişdilər bunda. Bu qoxu məğrəbəni küçədə görürsən ancaq belə. Amma siz əlaqə yaradın. Həftədə bir dəfədə evinə gedirsən 5 dəqiqə otur, 5 dəqiqə. Oturdun, yaz ki, butikdən zəng gəldi mənə. Nə butikdən 200 manata kutka var, onu almışam. Az deyinirsən, dinə balonka var qısa. Bir damcıyı dinə bu boydana şeydə dinə yoldaşım alır dinə məc. Az qoy ölsün. Qoy partlasın, qoy desin, gör kimdilər, nə olublar bunlar. Ürəkləri partlayır, Quran and olsun. Toya çağırdılar, ən gözəl paltarı geyin git. Ərvin qılığına gir bir həftə. Bir həftə ərvin ağzından gir, burnundan çıx, burnundan gir, qulağından çıx. Bir dənə dekoltə götür. Paltarın qabağı olsun, dalı olmasın. Ərin qabağını görsün, dalın görməsin. Dalını içəndən sonra görər, içəndən sonra olsa başı gedirsə şeydilər. Getdin toya bacı, bu qoy məğrəbə görəcək səni. Az nə gözəlsən, nə gözəlsən. Arvad paltar geymə. Gedib 25 manatlık kofta alıb 17 manatlık yubka ilə getmə toya. Gözəl geyin. Az bu qoy məğrəbə partladın da. Az mən nə qədər başa salım sizə. İstimul alın, istimul. Yaşamaq lazımdır. Azə, əlbəttə yaşamaq lazımdır. Çındır pijamalarda gəzirsiniz, səy-səy. Olmaz. Gözəl geyin. Gözəl. Geçək. Sən elə bilirsən, mənim dərdim yoxdur. O qədər dərdim var ki, neyiniyim? Yıxılım üstünüzə.
Kart koyub, neyim? Girirəm 5-10 dəqiqə üzünüzü güldürüb, rədd olub çıxıb gedirəm. Bilmirəm koftanı hardan almışam diyan. Başladılar yenə. Çorabımı hardan aldın, koftamı hardan aldın, Nərgiz gülünü hardan aldın, başımı xərab eləmişsiniz. Yenə paxmel durublar. Sakit, sakit. Kimin xalasıyam mən? Hardan xalayam? Nurumun xalası necəsən? Nur kimdə az? Xala kimdə az? Mən nəçənsən? Mənə deyirsən xala? Nur kimdir? Can, sənin qızımın bacısıyam, mən xala sənin bacındır. Can, Nuruş, qızım. Bacıya bax, bacıya. Xala, belə xala olur, belə xala olur. Durmuş orta giyinib. Mənə xala demə. Elə biləm atamı üzümə söylürlər, qapımı bağlayırlar, çıxa bilmirəm. Oxuyuram, kart koy. Yo, hələ mən təzə kart almamışam axı. Kart alanda qoyacağım. O biri kartım bloklandı. Paltarları mən demirəm də hardan alım. İndirimlə alım. Sən mənə yapışdığın kimi həyatındakı kişiyə yapışsaydın, arvad olub oturardınız. Mən nə bilim bunu hardan almışam, neçənci əsrdə almışam, mən nə bilim. Mən bir dənə iç giyimlərini təzə alıram. Gündə 2-dən alıram. Onu sün deyərəm, hə, onu görmürsən axı, amma bunları bilmirəm axı nə vaxt almışam. Salam, ay Fatimə, necəsən canım? Sevgilim verib bunu. Neyi? Can, ay Nunuş, necəsən qızım? Nununun dəstlərindən danışmağa ehtiyac var. Nununun dəstlərindən yoxdur. Nunu candır, baldır. Kimlər gözəl ana-bala dəstləri istəyirsə, yoldaşı ilə bir yerdə dəstər istəyirsə, Nunuya müraciət eləsin. Sənə reklama ehtiyacım var ki. Yaxşıyam, abla, sən necəsən? Təzə, sənə qurban olaram, sənin varlığın mənə bəsdir, aşkım. Mən bilirsən necə dəst istəyirəm. Deyəm, mən sənə başa salım. Gözdə, abla. Deməli, abla. Sən mənə bir dənə gözdə açkımı gətirin. Deməli, abla. Bu dəstin. Deməli, koftası. Gözdə. Deməli, dəstin koftası belə olsun. Biraz qısa da olsa olar. Belə. Şalvarı burada olsun. Elə belə olsun. Prosto koftası olmasın da. Olsun, olmasın. Biraz olsun. Bildin? Sən, bax bunun kimi, bacın ölsün. Dedi bunun kimi, bax. Bax, ölüm. Buna bax. Bax, belə şey. Bu da Spartinlində. Hele bir ki, bu olsun, olmasın. Bir damcı şey, bir de bu boyda. Bu boyda koftası olsun. Çox giyinə bilmirəm, bacım, mənim zobum var. Zəhərli zobdur da, həkim qoymur. Bir damcı olsun elə, bir damcı kofta olsun, bəs eləyir. Bu boydana. Olmasa da olar, eybi yox. Qurban olaram sənə. Hə, kurop kimi, hə. Tişörtü sevgilim verib, bəsdir də. Qoy qərəgin otursun da evdə, götürüb atsınlar gələk bayra onu. Gic eləmişsən də, gic yazırsa Şamat evində də otura bilmir. Hamısını paraliz vırıb deyən da. Tişörtü sevgilim verməyib, bəsdir də. Qoy qərəgin otursun evində, öldürəcəklər onu bir gün. Çıxacaq kriminalda şeyi, videoları. Hə. Bacı, kofta bir damcı olsun. Baba. Demə görmədim. Sən at onu əziz canım. Baba. Bir damcı bu boyda olsun. Hə. Şalvarda enli olsun. Dar olmasın. Enli. Sep. Ya, sep tərsinə düşün. Hə. Gördün? Hə. Всё, oturun. Şalvarı düzən nə deyir? Bacı, mənim də zobum var. Onda elə qofta giyinində zob. Hə, Günay. Lal ol. Günay.
Günay WhatsApp-a yaz, lal ol. Mənim ağır dərəcəli mən xəstəyəm. Nevroloji xəstə adamam. Mən neçə illərdir. Mən elə bir qız uşağı vaxtında da soyunurdum. Sonra ərə getdim. Dedilər ərə gedəndə adam sakitləşir. Əsəbləri düzəlir. Zobu düzəlir. Getdim ərə gördüm yox. Özünü yaxşı aparmır, boşandım. Bravo setkasında apardım, onu koydum. Ondan sonra başladım yenə müalicələrimə davam elədim. Kofta qısa, şortik, bir damcı. Az bir koftalarım burası giyindirdim. Az koftayı mı? Sen Allah. Bu belə kofta aldım özümə sonra 2 dəfə. Boşanan kimi belə kofta aldım mı? Yoxdur. Babacı buna bak. İç giyimi buna bak. Zobam axı, ben zobam ona göre. Xəstəliyim var. Sonra belə kofta aldım. Bak. Abla. Buna bak. Zob xəstələri belə giyinir. Bak. Görsən yoxdur. İç giyimini giyin, çıx bayra. Git. Gece git, səhərə yaxın gəl. İstəsən qala da bilərsən. Məsəl üçün bu. Mən elə bilirsiniz, mənim xoşuma gəlir belə geyinmək. Mən xasiyyəti ağır adamam. Bacı, bu kofta, deməli, bu koftanın ümumiyyətcə qabağı yoxdur. Buna bax. Bura qədər. Bura. Dalı var, qabağı yoxdur. Sonra bir 2 dənə də köynək var, dəyim göstərdim. Bir dənə 47 köynək var, o da budur. Bunu da peşmanam aldığıma, pox yedim aldım. Bunu mən geyindim. Bir dənə davlendi yarattı məndə. Bir dənə davlendi. Deməli bu kofta nə qədər zövqsüz koftadırsa, mən bunu geyinə bilmirəm. Şimdi bunu dərziyə aparacağım ki, bunun dalından nəsə açdırım. Görüm ne açtırırım. Çok şey değil bu. Ya da bunu kısa eləyərik. Kestirip buradan koyarıq. Görüm de indi deyəm. Sen atavın əziz canı buna bak. Yok diye. Buna bak. Gördün. Görmeyeceksin. Gözlem. Bunu giyinirsən bilirsən də neyle? Bunu giyindim belə. Akşam belki bunu giyindim. Giyinip giderik. Prosto sonra canlını bağlayacağım. Sizin ağzınızda söz kalmır. Bacı, bunu koftayla giyinirsən ha. Özün bildiğinde ne giyinirsən? Bunu giyindin aşkım. Bunu da azca. Bak. Dur. Bak. Ehmalca. Bunu belə eləyirsən, bak. Bir dənə bantik. Bak. Все. Bu da bir damcı kaldı, bildin? Hatta da o. Все. Köynəyə bak. Gördün? Yoxdur. Zob xəstələri üçün. Nevroloji xəstələr üçün. Çiyini cırılıb, yalan demə. Kim cırıb? Cırılıp bu kim cırdı bunu? Ay Allah. Az cırılmaz. Bunlar benim servetimdir. Ay kör, hara cırılır? Kör açıksını mən taxıram, sen körsən. Hanı? Zob xəstələri üçündür. Aparın koyun telefonu Erviz'in yanına danışaq. Apar Ervin yanına koy. Ayağısı yapa. Apar koy ben danışıram. Sesime kod ver. Misal üçün bu. Mən istəyərək belə paltarları geymirəm. Yazırlar mənə 2 uşaq anasısan. Eşidir kod ver, məni kod ver. Mənim şirin qardaşlarım, mənim bal qardaşlarım. Kardeş diye. Mənə bax. Deməli, məsəl üçün bu köynək. Gördünüz? Daha görməyəcəksiniz. Buna bax. Gördünüz? Yoxdur. Gör nə gözəldir. Zob xəstələri üçün. Həm buradan. Nevroloji xəstələr tez tərləyir. Bax. Nevroloji xəstələrə buradan. Zob xəstələrinə buradan. Az mən belə almışam hep paltarları.
ferasetsiz şeysiz ya siz. Sizin feraset... Bunu bu cındıra gösterdim. Sonra bacın ölsün. Bunu giyindi buradan. Buradan. Dalı yoktu buradan. Buradan da bağlayırsan. Bunu nevroloji problemi olanlar alabilir. Ne diye yanıma koymuşam, xorulduyur. Hissiyatsız kişinin neyinirsen oturmuşsan yanında. Neyinirsen az onu. Köyüne kuruş yitir kimi yatır yanında. Neyinirsen. Allah senin başına bir tane vekil tut git boşana. Qərə gün ne var baktım o seninle geçirdirsen. Ey Allah. Hayıf senden. Hayıf senden. Gönçe seni gönçe. Solup gedirsen. Hayıf senden. Bu da bir yakı köylüğü var idi ya. O halası kızıdır. Bak. Giyindiniz bundan. Buna bak. Antika diye Kur'an hakkı. Adam boşanıp giymeyi isteyir. Bak. Yoktu. Şimdi akşam bilmirəm ne giyinəcəyim. Adam boşanmaq istəyir. Az boşanmayın. Ne var boşanırsınız. Gitsiniz. Neyinirsiniz? Mağıl gücünlə bəlahla gidip arvad olub oturmuşsunuz. Neyinirsən ay bacı? Neyinirsən? Oturmuşsunuz da. Oturmuşsanız boşanma neyinirsən? Meyve lazımdı. Adam boşananda darıxır. Novruz bayramı gəlir. Yeni il gəlir. Novruz bayramı gələndə neyinir ki kişi kösadı keçərdi. Ne bileyim indi bayramda yukarı başta cehennem oturur da. He, oturur yukarı başta gic içir danışır. Sizi de başınız karışır ay bacı. Bayramda zaten hem de üzü qıqışdı da indi. Üzü yay yaxşıdır. Mesela çünkü ben həmişə qış aylarında cüt oluram, yay aylarında tek kalıram. Çünkü yay aylarında benim vaxtım olmadığı için ben gəzirəndə, gəzintilərdə oluram ona göre. Ben sevgiye vaxt ayıra bilmirəm. Qışda adam darıxır da bu telefonu zəng gəlir ki, hardasan? Neyinirsən misal üçün? Mən axtaran yoxdur. Az heç yerə getmirəm, az toya niyə gedirəm? Millət baxır da. Hə. Az geyinəcəksən, niyə geymirsən? Geyinərsən, nə istəyirsən geyin. Evde gün var. Allah sana kısmet eləməsin bu gündən. Yerə soxum səni. Sen de mənim yüreğimsən, canım mənim. Pişiyim mənim. Qədəbeylisən yox, 40 ildə oturmuşam bir burada. Az boşanma, hara boşanırsan O uşaqlarla kimdir sizi alan? Kur'an haqqı. Üzüyü buradadır, üzüyü buradadır. Əsas üzüyüdür. Səhərə yaxın 5'də yazırlar ki, üzüyü aldı. Lombardda 22 manata koymuşam. Yox, nə əlaka? Can, bacı, sənə qurban olaram. Bir gün yığılaq içək. Bizi bir gün atın bloka gedək yığılaq içək. Hərəmiz bir şeir deyək. Ay pipi, qan xoruz. Gözləri mərcan xoruz. Sən dinən əkil-bəkil quş idi. Haralara qonmuş idi. Getdik onları tutmağa. Onlar haralara qonmuş idi. Tamara tamara tat kızı. Ne balacadı, ne yiyeyim? Ölərsən də. Nə deyir? Məni blok elə. Sən blok eləyimi? Məni blok etməsəm də gələrəm. Az gör necə samballı əri var bunu. Az həmişə üzün gözü. Mənə bax günə. Arıqlardan, çaylardan almırsınız. Bir dənə yanan barmağı şey eləmirsiniz. Bacınız arıqlayıb bir tikə qalıb. Bugün çatdırılmam azdı. Niye? Niye almırdı? Novruz bayramında yalvaracaqsınız mənə. Bacı şeker buranı yediyim. Falan yerim çıxdı. Ben gətirməyəcəyəm. Mənim sizə ayıracaq vaxtım da olmayacaq. Gedin tullanın. Yalvaracaqsınız mənə. Bacı şeker bura paxlava yedim. Ərimlə kabab çəkirdik. Deyəcəyəm yoxdur. Nə deyir? Nə dedi mənə? Söydü məni. Yaxşı.
Kökəlmək yo lazım deyil. Nə deyir? Suzu gəl məni də götür. Sənlə biraz dedim çatdırılmaya gəzim. Az bunlarda dəl az. Anamın bir dənə padruqasının qızı var. Qız şeydi koldu kol. Mollarda zatda gəzir bacı. İnteresli restoranlar deyir mənə. Mən başa düşə bilmirəm. Bugün səhər zəng vurmuşam. Deyirəm neynirsən? Deyir nə bilim az. Lolo polo klotdu nə bilim az interesli yer dedi. Mən nə bilim. Deyir o günləri getdim. Deyir ki gidiyor orada səhər yeməyi ye. Deyirəm neynirsən 29-39 Mart'ta doğdu səhər yeməyi. Belli suzu yok. Biz orada bir dəfə sushi yemişik. Hə, deyirəm o nə restoran ne kadar pul tuttu? 230 Mart. Dedim bacı sen gitsən. Sen su kilsinsən. Sen aptalsan sen. 230 manata sushi yiyirlər. 29 manata 40 dənə setdi buradan. Mama. Şey ay canım xeyirsiz övlad. Tüs. Gitsene kurban oğlum. Git. Git otur koy derslerin yazsın. 20 dakikayı yatırsız. Simçikalar tökmüşsən, şikəst qalmayasan. Bak ki ben git. Bir yaxşı şapalaq vurdum ben sənə. Qapını yaxşı bağla. Bundan da zəhləm gedir. Bunu da istəmirəm. Mən o gün bilirsən nə dedi? Həmişə mənə bilirsən nədir? Mənə dedi ki, sən kaftar olacaqsan. Mənə deyirsən kimsən? Mənə deyir bu telepozik ki, sən deyir kaftar olacaqsan. Mən deyir evi maşını deyir keçirdəcəm sevgilimin adına. Gör bu nə qədər mındar uşaqdır mənə o sözü deyir. Görsən, mən bunu necə istəyim? Hə? Bu atası heç buna oxşamadı ya. Atası biz qaldıq küçələrdə. Atası dedi ki baş üstə anacan, anacan. Ana, müqəddəs ana. Deyik gənə, atasına da oxşama deyib, boynu yerə soxduğum. Getdi kim oxşadı deyir, sən başlı qoyan kimi, zələtkon qutaran kimi telepozik deyir ki, keçirəcəm qızların adına. Az bu kimdir, mən bunu istəyim. Qəlbim qırılıb. Qəlbim qırılıb. Hələ üstümə torpaq atmayıblar, bu hər şeyi satmaq istəyir. Yo, xeyirsiz övladdır, hiss elədim. Qəlbim qırılıb, qəlbim qırılıb. Görürsən, McDonald's'dan set aldım ha. Gördün, Sprite'ını vermədim bunlara. Gördün, maşına koydum bunlara vermədim. Əvvəlki zuzu olsaydı verərdi, indi vermirəm. Birim verirəm, birim vermirəm. İstəmirəm də, istəmirəm. Bunlardan adaptasiya ola bilmirəm. Hə? Görsən qudurub. Deyir, sonra eləyirəm. Şapalaq yiyən kimi olur bir dənə telepozik oturur. Mənə dedi ki, sən deyir, qocalar evinə aparıb qoyacam. Sənin anon, ay telepozik, sənin anon Aygün Kazımova yoxşayacaq. Mənə deyir ki, səni qocalar evinə qoyacağım. Elə pismə gəldi inazda, gözlərim doldu, qəmləndim. Bir anlıq elə bildim ki, bu telepozikin əlində qalmışam. Nefes. Dörtlersen bırak. Lan versin gelin masımıza. Bas. İtim birik. Çox sağ olun. Mama! Ne? Nedir? Pələngdir. Şeydi. Pələngdir. Pelencinin balasıdır. Yaxşı. Ne olur əsəbləşmə. Yaltaqlanma mənə bir oxşayırsan. Hə? Biraz səs bağlıydı ki. Nə lazımdır? Heç nə. Çıx get. Niyə? TikTok'dayım, nəsə lazımdır burada, canlıda sənin işin. Mən də al. Yoxdur, mən öyle... Pələng alma, açarım. Çıx bayra buradan. Geç atın ənəvə zəngili alsın, bu qədər bolcu pulları var. Qazanır Mən yığır. bilsəm mən nə edə bilirəm? Mən deyim, neyimə lazım? Çıx buradan, mən canlıdayım. Göstərin. Mən canlıdayım. Var. Get, çıx qapını bağla. Dərsin qutarıb 22 dəqiqə yatırsınız. Qurtarmayıb var. Raul canlını bağlayanda sənə bir dənə şapalaq qoyacağım. Qonşular səni mənim əlimdən alacaq inşallah. Qapını bağla. Bundan da xoşum gəlmir. Bu da bir-birisini oxşayır. Bunu da istəmirəm. Mən bir dənə uşaq doğmalıyam. Bir dənə mütləq. Özümə uşaq dünyaya gətirməliyəm, amma rayonlu. Rayonlu olsun. Bu özümkidir, Bakılıdır.
Bu məni yıxdı. Atası da belə idi. Mən bir dənə rayonlu uşaq dünyaya gətirməliyəm. Mütləq biçdi, gicdi, nə deyirsiniz? Deyin bir dənə uşaq doğacağam, mütləq. Bir dənə oğlan doğum, bacı. Görüm o necədir. Görüm o necədir. Qız da bibisini oxşayır. Mənə deyir ki, səni 6-cı istəyirəm. Mən neyinirəm mənə 6-cı istəyirsən? Birinci deyil nənəmi istəyirəm. Sonra atamı istəyirəm. Sonra bibimi istəyirəm. Sonra ata nənəmi istəyirəm. Sonra qardaşımı, sonra səni. Daha neyinirsən mənə istəyirsən? Heç lazımdır. Elə belə məni yad elə də beynində. Nüş bu 6-cı barmaq vəziyyət verirsən. Elə 5-ini istəbəsdir də. Az neyindir? Az o elə olmayacaq, az o elə olmayacaq. Onun atası məni sevəcək ürəkdən. Onun uşağı başqa olacaq. Mən bilirəm də, mən bilirəm. Mən rayonlu bir uşağım olacaq. Hiss eləmişəm, ay Allah. O uşağa verəcəyəm. İndi bir damcı 3 qram seb, bir kravatlıq yer, ona bir şey eləyərik. Cəhənnəm, bunlara yox, bunlara yox. Bunlara heç nə eləməyəcəyəm. Bunları mən tanımıram. İstəmirəm ücək. Yıxılıblar nənələrin üstünə, nənəsi doğub onları. İstəmirəm ay bacım, mən burada kvartat qalıram, bax orada. Ora bax, bir kravatlıq yerim var, bax, orada. Səhər yatıram, axşam gedirəm, səhər gəlirəm. Bir kravatlıq yer. Allah ruzu versin. Şələ küməmi götürüm, 2 dənə tursik, bir dənə mayka çıxıb gedəcəyəm. İstəmirəm də, bu evdə məni istəmirlər. Mən özüm hiss eləyirəm. Gədə mənə deyir ki, sən kaftar olacaqsan, qocalar evinə atacağım səni. Mənim kimi ananı deyir ki, qocalar evinə atacaq. Sən kimsən mənə atasan? Mən Aygün Kazımova kimi olacağam. Mən yayda kupaniklərim var. Orada saxlamışam ki, qaynaq qoyduracağım. Saçımı buradan tökəcəyəm. Gedəcəyəm basenlidə şəkil çəkdirməyə. Mənə deyir ki, sən qocalar evində oturacaqsan. Mənə kimi anaya. Mənə kimi anaya deyir. Nə bilim, qurban olum Allaha. Allah bilən məsləhətdir. İndi görüm də, probkaya baxayım. Görüm də, neyinirəm. Çay 65 manatdır canım. Çay 65 manatdır. Kişiləriniz də içə bilər, sizi saxlayanlar da içə bilər, fırlandıqlarınız da içə bilər, oğlunuz da içə bilər, sakslı ərviz də içə bilər, saksı olmayıb kəbinli ərviz də içə bilər. Yəni hamısı içə bilər. Ərciviz də içə bilər, ərviz də içə bilər. İndi baxın da. Bunu aşağı eləyirəm, pis görsənir. Qoy məğrəbə baxır. Qoy məğrəbə baxır. İndi baxın da görün. Az aç qapını, at onları bayra deyinir. Sən onlardan bizi evlad olan deyir, ay bala. Onlar tələbədir bu evdə. 17 il otursunlar, rədd olsunlar, geçsinlər. Gəldilər. Sındırdılar. Mən olmuşam Nəsibə, kuxnada oturan. Bunlar da olub afət. Kül mənim başıma. Mən gör kim idim ey. Mən Targovunun McDonald'sında səhər yeməyini yiyirdim. Gün orta mirvaridə yiyirdim. Gör məni cındır gününə qoyublar. Bilmirəm, gecə tursik satıram. Gün orta Rexona satıram. Axşam çay satıram. Başımı itirmişəm. Kapital məni 9 dənə nömrə ilə axtarır. Cavab verə bilmirəm heç kimə. Nömrəm borcdan bağlanıb bunlar əlindən. Bunlar razı oldu. Gör mən kim idim, nə günlərə qoydular məni. Gör mən nə günlərə qaldım. Bax, sən Atovun əziz cəddi. Bir dənə buna bax. Gözdə. Sen ana buna, bir tane buna bak. Gün ne gün deyəm, sen Allah. Bağlıdır. Lütfen balansınızı artırın. Yo, hələ bunu eşitmədim deyəm. Buna bak. Reniz bağlıdır. Lütfen balansınızı artırın ve tarifin abone hakkını ödeyin. Gör mən nə gün deyəm ki, gör mən. McDonald's'da səhər yeməyini yiyirdim. Gün ortanı dedim, bu deyəsən bunu dedim. Mirvaridə axşam yeməyini yiyirdim. Gör mən nə gün deyəm. Bir gün əlimdə Rexona tuturam, bir gün əlimdə nə bilim nə tuturam. Bunların əlindən bilmirəm ki, beynimdə ancaq pul qazanmaqdır. Neyniyim?
Mənim günümdə söz. Yox, mənim neyimə lazımdır bu birisi? Havariyo öyrənəcək. Mənə lazımdır. Bu məni Amerikaya aparandır. Bu burada məni adam yerinə qoymur bu 2 dənə övlad. Məni Amerikaya aparacaq. Mən bunu ingilis dilinə qoymuşam ki, how are you? My name is flankes, o flankes, godaydu. Yox, mənə lazımdır. Yox. Aynı ikisindən bu şeyin ingilis dilisini verirəm. Hələ bu birisi karateye gecək. Fakan, mənə lazımdır. Basıb döksün məni 3 ilə 5 ilə qocalım. Döysün məni, atsınlar qocalar evinə. Özüm öz düşmanlarımı yaratmışam bu evdə. Özüm 70 manata neyinirəm mən bu? Haça eləyəcək mən. Mənə lazım deyil axı bu. Mənə lazım deyil bu övladlar. Mən ne üçün bunları dünyaya gətirdim? Hələ də 2015-dən fikirləşirəm, tapa bilmirəm. Allah vursun mənim başımdan. Mən bilmirəm ki, bunları ne üçün dünyaya gətirdim. Düz 2016'dan bu birisini qarnıma koydum. 2018'də də gözümü açdım ki, şəxsiy bu birisi də gəldi. Yox, mənə lazımdır, lazım deyil axı. Lazım deyil. Bakırırlar birbirlərini, bax. Bax. Ne deyir? Yine birazdan gəl deyəcəklər ki, bas bayrağı. Öcə öyrəşmişəm. Biri şəp-şəp atır mənə, biri deyir çıx bayrağı. Belə olacaq da. O vaxtı samballıydım, hörmət edirdilər. İndi görür də ana bilmir, Rexona sata, çorap sata. Hörmətimiz də itib. Bunlar nə qanıraz zəhmət nədir? Can. Deyir, anamı qorxa başa salma. Yazıq, görsən kız biraz yaxşıdır deyəsən. Kız biraz yaxşıdır. Az həmişə üzün gülsün. Bibi də deyil sələtkası qutarıb uzanıb. Bibi də bir əli şikəstçiyle oturur. Gəldi bax. Yemə deyir mənim də. Aton alıb göndərib. Atonla ata nənəm. Köpüyə calayan nənəm var. Bilmirik hara yığır pulu. Ömür boyu. Ac gəzdi yığdı. Ac gəzir bacı, ac gəzir, susuz gəzir, pul yığır. Ne üçün yığırsan? Bu pulu kimə yığırsan? Arada bu gicin əvələrə bax da, ne olar? Bu utanmırsan, qızarmırsan. Mama, məktəbdə kitabxana var, bunun nədir? Nədir pul var? Yox, kitabxana var, pulsuzdur. Vəsiqəmizi verdik, kitab alırıq. Baxla, kitabı, onu nə deyirlər? Kitabı nə vaxt qaytarsam, kitabı da... Kız senin başı var, vəsiqəvi alarlar, gelip kredit alarlar adına gitsə. Həmişə hamı gedirir. Yo, sen vermediği falansındır. Kredit götürərlər adına, bir maçını alar, bir şey alar. Olmaz. Ay mama, sabah kitabxanaya getmişim, kitab almaq istəyirəm. Yo, adımıza kredit götürərlər. Yo, pulsuz, Allah haqqı pulsuzdur. Vəsiqəmizi verdik. Hə, vəsiqə kredit götürərlər, mama qurban. Allah haqqı götürməyəcəklər, vəsiqə verəcəyiz. Nə var kitabı qaytaracağımız o vaxt vəsiqəni verəcəklər. Yo, lazım deyil, siz şeysiz, kitabı tırasız vəsiqə qalar orada. Lazım değilse kitabı aldıqlarımı oxu da. Dostum Mimini. Dostum Mimi kimdir? Kitabdır o. Ben de alacağım. Yazın da. Koyun, sen öz kitablarını okumursan, dökmə məni. Ay mama, cəmaata deyirəm ki, dostluğu öyrədən kitab var məndə. Bax, hə? Girdilər, dedilər ki, onun kitabıdır, deyirlər. Yaxşı kitabdır, get bir dəfə oxu. Vəsiqəni ver. Vəsiqə olan qartda. Məndə də vəsiqə. Vermirəm. Verin. Bas, çıxart, atla bunu bayrağa. Basmayın. Ay mama! Yo, döymə, mən özüm onu dökəcəyəm. Məşğul 5 dəqiqəyə çaq. 15 dəqiqə yatırsın. O mənim uşağım. Vəsiqəni ver, hə? Ayna vəsiqələri vermə bunlara. Az evdəydi bir-birinə. Ay mən. İcazə versən. Bir dəqiqə dayanım. Bir dəqiqə 2 kəlmə söyüm, açıram səsi. Bir dəqiqə. Lambarta türsün koyun bir kızıl doyum. Camaat yığır dağı başını söyür beni. Az anladılar bunlarınki kitap. Vəsiqəm ana. Az türsüklerimi açma. Az anlayam ben perden olsun aramda. Söyle git.
Adına. Ver buraya aparıp koyacağıyla lambarta. Sənə qurban. Ay Allah pullarım düşdü, qəpiklərim dağıldı. Sənə gəl səni öpüm, elə bil mən tərəf işləyirsən sən. Yadımda mən o günləri dedim, qocalar evini atıcıyam, sən içmişsən. Zarfa dayanmıştı. Hadi yox ey. Sən Allah atarsan məni qocalar evini. Mən yaxşı, mən doğmaq fikirləşdim, mən Rabiş tez uşaq. Qurban olaram sənə, sən yaxşı uşağı, xalçanı düzəl, səni görüm zəlil qalacaq, xalçanı düzəl. Sən direkdən almış, aday oyu qabağını düzəl. Gel düzeldim. Sən düzəlliyin narahatdır, düzəl bu xalçanı. Bitki, qabaqdan düzəl. Ada oradan yox, qabaqdan düzəl. Sən at onun canı. Hə düzəl, hə. Şəfçöplərimi də ver, çorabımın biri var, biri yoxdur. Şəfçöplərimi ver bir də. Ada xərə belime girer. Sen Allah yaxşı düzəl. Çok sağ ol. Çorabımı da benim belgine. Çok sağ ol. 12 dəqiqəyə yatırsınız, rədd olmayana. Ne deyir? Sağ ol. Bu necə evdir, bu ne tərbiyədir? Sen beni tərbiyəli gördün. Küz sənin başına deyən sənin mən axşam vəziyyətimi görsədim. Yeri soxum səni. Sen beni Mickey Mouse'a görmüşsən. Annem kızım düşüyor. Tez ol. Hə, mama bunun vəsiqəsini içsən. Mama. Neyse programda verirsin. Mama, bunun adına bankdan bir dənə kredit götürsələr, liçini mənim atama nəylət. Ver də, ver, koy bunu anlatsınlar. Ver ona. Ana kurban. Çıksın. Çekilin. Mən bu evdə ana kimi məni... Qaşqaldan iyi gəlir evdə. O uşağın adına kredit götürülsə məndən incimə. Mən o vəsiqə itə ya. Səni verəcəyəm məhkəməyə. Yetim qalasız gəlin bura. Evdən- Bu raşokdur əgilim. Evdən qaşqaldan iyi gəlir. Qurana 3 dənə qaşqaldan. Qaşqaldan bizə niyə iyi gəlir? Bütün günü oturursa avara kişilər kimi simişka tutuyursan. İyi gəlir, iyi gəlmir. Kandayıp tüm. Eləmə. Səni yetim qalasın. Uşağın əli üstündə. Ağlama. Əlvin Bəssi də. Şələrindən çıxıb ya Allah. Antraktik. Ay bala, mən verirəm vəsiqəni də. Tam sen benim kudurum. Hər iki dənə səhvim var. Biri 2016'da sağ doğmayardım, doğdum. İkincini de 2018'de bilmedim. Bu zəhləm getmiş, necə doğdum. Mama kız. Ya.
Kimin yarısı anadır? Bacı yarısı. Aton deyib o sözü 100%. Yazın. Demək ay atamın nəslinə oxşayan qorxaq. Bəsdir də, ürəkli ol da. Masutunu qaçqaldaq düz deyir də. Gəl bura, ana qurban olsun sənə. Ölüm ayaqlar bunun altında Rabiş gözə başladı. Atası axtarır bunları. Atası reynir, atası reynir bu kişiləri. Apar apar. Apar apar. Bəs yapar ne kızım? Adı sənə nə var? Anası kimi lambardı. Demişəm də ruhal sahibi olacaq. Ay. Səni görüm zəlil qalasan. Ay arvad üstünə yıxılan ki. Gör mama qurban, gör kuzum otur mama qurban. Qarnını vermə qabağa aton kimi. Vermə qarnını qabağa vermə. Özüm çökerim. Belki tuvaletin suyuydu çektim başıma hiç. Hiç. Peki karnıma nəsə geçsin. Vay. Məndən olub mən oxşamırsın. Ali qalx ama olsa. Ali koysun kəni o yana. Bəs yapar nasıl? Seni görüm yaltağın oğlu. Ay şahsiye. Allah'ım olsun. İşte 5 dəqiqə oturun yatırın. 6 dəqiqə yatırın. Ama hadi. Son 4 dəqiqə. Atamın ruhuna and olsun sizi öldüreceğim. Benim oyun bundan beraber. Aklının ayağının altına yaşasın. Vay kül. Hele özün yanaşkına biz için yanaşırıq. Ərin üçün darıqımıza get otur qəbirstanlıqda. Mən cavan canımla ne için gedirəm atamın yanına? Qoy ora. Qoy ora səni zəlil qalasan. Qoy ora. İç də iç yıxıl yat qurban olaram son 4 dəqiqə. İç. Onlarına bağımsı kıpkırmızı. Ey bir yana olar ki, hadi getir şimdi ben ne diyeyim? Bir kişiden doğmuşam da ayrı kişilerden doğmamışam ki. Atoz bir yola gidin de. Bəs de yedin eşek kimi de. Girdin istekanın içine. De boy da sana de. Koy. İçine. Kapını xərab eləmə. Qəbirstanlıqdan atam gəlib düzəltməyəcək. Qapını qoy qalsın yerində. Aç qapını. Açık da. Kapı ilə oynama. Aç qapını. Aç bu nə sürçəkdir aymə. Uy Allah. Qapını aç. Benim defa atamın ruhu değil ya. Yaşasın çağır. Sən çay bir iç. Sən mənim atamın ruhu ilə için. Sən mənim atamı tanıyırsan qapçı. Otur çay bir iç. Yataqlıq eləmə mənə. Ben atamı tanıyorum. Mehmet çağır. Hə, tez. Don. Əlbəttə. 10 dakika. Tez iç. Qoy qalsın boğazında iç çayı. Susa. Sen boğazında kalsın hele. O dəli kürdə bir dənə kişi var, Cahandar ağam. Sen. Her bir Doğuşan yanında. Cahandar ağa deyir ki, uşaqdan. O da belə, düş deyir, ama sen olsan. Sen. Şunu oraya gel. Şuraya.
Yazıblar çok necə maraqlıdır. Eləmə. Racok çok maraqlı. Doğru. Səni idman aparıcıyam mən. Basıb naqazat edəcəklər səni. Darıxma. Bunlar aparacaq. Darıxma. Gördün məni göstər. Ahmet gördün Ahmet. Düz isə. At onu. Atın bir ihtimali yazdırır burada. Allah qorusun. Allah koysun inşallah. At onu. Nerede yana biricik verdirsin. Ata. Siz at onun nəsi ümumiyyətcə. Bir də yalan barmağı şey deyir ki. Səməni işləyirlər. Acımağa yox. Qoy rajoku yerinə. Olsa balaca raşo kalmışam. Mını indi elə vızıldadacağım. Hara vızıldadırsa xəstəsən ağıl lazım olur qoxular. Tez çayı bir çok başıma çay da. Tez ol da bak. Bir dəqiqə son bir dəqiqə qalıb. Tez ol yatırsınız. Aeroporta gecikmək olmaz. Ha eğri koymamayı. Tamam git tuvalete. Yok deme. Ürəyim tutub çiğ. Ölücüyəm az qalacaqsan ortalıqda ya qara gün. Allah vurup. Gedər. Döküb öldürəcəklər səni. Oynuyorsun ama kim oynuyor? Döyüb öldür atacaqlar səni qocalar evinə. Gətirimi bil. Ben bir de hiç oynuyorum bile. Kim? Sənə deyir it. Ya sənə deyir. Ya mənə deyir. İhtimal daha ben oynuyorum. Atan önün kimi ne için sünü Bir de gülürsən? bak bana ne olur. Ayma ay. Ben hiç ben oynuyorum. Baba. Get tuvalete gel. Ben oynuyorum. Necə zəhləm gedir. Sən məni məcbur elədin get ərə. Getdim bu kişidə doğdum. Sən Çox elədin. dedim. Mən bir dənə dedim. Doğ. Mən demədim. Bir dənə, iki dənə. Ben Sən dedin mən qoydum qarnıma. Ta bilmədim neçə dənə idi. Sən dedin getdim. Mən lazım idi bunlar. Lazım idi. Mən bir dənə kimə lazım idi. Yo lazım deyildi bunlar. Get tuvalete. Get tuvalete gel yıkıl yat. Dedin gittim. Ben lazım deyildi bunlar doğdum. Lazımsa o bize gözleri atır. Bana fikirləsin məni nə cavab qaytarsın. Atası da beləydi. Belə eləyə. Get tuvalete. Et sonra. Asma bırak et. Asmadı bu. Asma sana kız. Get tuvalete gel. Tez ol Rabiş. Ha indi Rabiş de gelecek. Git bacım tuvalete gidin diyen kapıda. Yeri. Kim gelecek birinci? Tez ol. Yere sokum sizin boyu. İkisi de ret olsun. Gidin. Sırasıyla bir tuvalette birbirlerini. Az kaçma. Dur deyirəm get tuvalete tez ol. Eləmə. Yerime getirdim. Get tuvalete gel öl yat. Şurada kim oturmalıdır birinci? Eləmə mama kurban eləmə. Rajoku ver mənə. Kur'ana and olsun. Göster zaman teyidini. Raşok elə bil ki o şey evler var. Ne deyirlər ona? Afil ev. Deme. O bizden de değilim. Necə evmişsə afil evlər O oxşuyur. bizden de değilim. Değilim. Tez ol. Pasteldeki defter ruçkanı götür. Tez ol. Nə üç gün dincəl? Aa, sakit diyen bir dakika tez ol. Gedərəm burada deyir. Ben nada. Niyə? Tifani orta. Elə Nerede tıpın? Ben toxtum sizi. Necə toxtum ben? Palinitsa'da değiştirdiler bunları. Koy defter ruçkanı koy git yat. Sen Allah. Pultunu inirsən ya. Pultunu inir sana de. Kurtardadır. Pultunu inir. Kurtardadır. Özüm söndürücüyəm. Git yer böyle. Kurtardadır. Eşitirsən məni? Gülürəm ha, üzümü kişiyə qoymuşam. Birazdan qan su yerinə gələcək burada. Qaçma. Qaçma. Get uzaq əlmə. Dava yer və. Eləyin onu orada. Dava yer və. Dəftərləri düzəlt tez. Ay gedə. Sən də deyən də qolu ağrıyır, gözümüz aydın ağrıyır. 40 ildir qolun ağrıyır. Heh. Bu da söhbət tap burada açmağa qolu bağır. Ağrıyır da. Ağrıyan yaşındır da. Bəs saat çındır, oğlun qızı çındır. Atamın ruhu sənə qənim olsun ay mən. Bunun ayağının altına ya. Hele sen yanaşasan Ayme. Arvadı sen senden döyürəm ki. Ben onun övladıyam. Çorabını giyməyən. Ade git tuvalete.
Azal da səsində. Aymə. Get daha tez ol. Eləmə. Get tuvalete yatırsan. Tez ol, güldür. Tez ol, davay tez ol. Yığışır bunları. Bağla. Bağla tez ol deyirəm. Tez bağla, davay yatırsın. Dur. Sən bəni ayaqlaşırsan, bir damcı üzvə güldün, başınız getdi, hə? Davay yervə, tez. Yazıblar, sizin evinizə psixolog lazımdır. Sənin də evə androlog lazımdır. Bral, tez ol, davay. Bizim evdə psixolog neyimiz var? Ağa istəyəm gör. Şu. Tez ol, davay yervə. Gel bura. Bura gel. Yervə. Daha değil. Все, давай yatın. Все. Telefon koyalım ana. O yazasız başım ağrıdı. Dedik güldük bəsimiz. Mən başımı xarab eləmə. Yatıcıylar indi. Mənə bax Güran, mənim bu səhifəmə takip atın, gözlə. Bu səhifəmi izləmirsiniz, diyan. Sabitləyəcəm, onu takip at. Diyan az. Diyan, səsim batsın. Bu mənim iş səhifəmdir, uşaqlar. Bu səhifəmə takip atın, diyan. Bu səhifəmə takip atın. Bu mənim iş səhifəmdir qızlar. Bu səhifəmi izləyin. Arada bu səhifəm canlı yayımlarım gedir. Canlıda olmuram da. Bunu izləyin zəhmət olmasa. Salam, xoş gəldiniz. Zəhmət olmasa bu səhifəmi izləyin. Bir de bu səhifə toxunursuz takip gedir. O səhifədə məni izləyin. Bir də arıqlama çayları kimlər istəsə buyurub yaza bilərsiniz. Bax. Dərman yox, çay var. Mən dərman satmıram qızlar. Mən olar qızım, çatdırılma olar bugün. Bugün nə istəyirsənsə bugün çatdırılma olsun. Hə qızlar, baxın. Yəni kimlər istəsə buyurub yaza bilər. Bax. Əsəbləşmək, canlıda baxıb əsəbləşirsən. Mənim anam biraz gecə arıqlayandı. O 5 kilo arıqlarda. 5 kilo elədir ki, çək atdı. 75 kiloydu, 70 kiloya düşdü. 15 ədədində. Buyurub kimsə istəsə yaza bilərsiniz. Hərədə bir cür orqanizmdir, bax. Məsəl üçün Məryəm xanım var, Maşdağıda qalır. 90 kilodan düşüb 83-ə. 15 dənə ilə. Qiyməti 65-dir. Saat 2'ye kadar çatdırılma var. Gece saat 2'ye kadar bütün ərazilərə çatdırılma var. Hər yerə. Səhifədə bu nömrəyə yazırsınız. Hər yerə. Səhifədə bu nömrəyə yazırsınız. Baxın. Bu nömrəyə yazın. Profil şəklinin altında. O nömrəyə yazırsınız, çatdırılma olunur. Gündə bircə dəfə içirsiniz. Qaynar suya əlavə edirsiniz, içirsiniz. Tam tox saxlayır. Bəylər də qəbul edə bilər, xanımlar da içə bilər. Onkoloji xəstələr yazmasın, ürək problemi olanlar yazmasın, hamilələr, süd verənlər yazmayın. Xahiş edirəm. Başqa hamı yaza bilər. Limonata dadlı çaydır. Çox da keyfiyyətlidir.
Mənə sizin pulunuz lazım deyil. Mən burada kart qoyub dilənməkdənsə, eynidir də kimisə allatmaq, kart qoyub dilənmək kimidir. Mən kiməsə arıqlamırsa, mən ona yalandan vəd verə bilmərəm. 15 dənə ilə 12 kilo arıqlayan da var, 9 kilo arıqlayan da var, 5 kilo arıqlayan da var, 14 kilo arıqlayan da var. Ona görə mən yalan danışa bilmərəm. Mən ovucumu açıb dilənçilik eləyərəm, amma sizi alladıb pul mənə lazım deyil. Səhifədə əlaqə nömrəsi var. Zəhmət olmasa 15 ədədi 65 çatdırılma daxil. Hər yana bu günləri çatdırılma var. Evdən konum atırsınız. Evdə harda yaşayırsınızsa konum atırsınız, düz binavızın qabağına, düz həyətinizin qabağına çatdırılır. Yaxşıyam ay Aytənim, sən necəsən? Qarnı olanlar yox, qarnı olanlar da yaza bilər. Niyə yaza bilmirsiniz ki? Yazdınız. Yaz həyatım, birazdan sizə geri dönüş eləyəcəm, çatdıracağım. Yo. Süd verənlər, hamilələr, onkoloji xəstə, ürək problemi olanlar yazmayın zəhmət olmasa. Yaxşıyam Moliçka, sən necəsən? Qaşım gəlir. Qızlar, mən sizə qarnımı gəlin görsətim. Mənim qarnım ürəyimdə belədir. Canlarım, mən gəlin sizə deyim. Mən kofi ilə, çayla belə arıqlayıram. Baxın. Özüm içmədiyim məhsulu da mənə lazım deyil ki, kiməsə deyim. Bu mənim qarnımdır. Bəli, mən kökələndə pis kökəlirəm. Şirniyyat nazarından çox pis kökəlirəm. İndi deyəm, bu şalvarımı bilmirəm, nə fason düzəldim, nə ağarım, nə neynim. Gözləyim bir şalvar geyinim, görürüm. Nə tapırım? Deyən az bunu geyinim, bu yaxşıdır. Deyən görürüm. Gəl bunu geyinim abla. Gözdə abla, bunu geyinim, bu çox şeydir, pisdir. Pis görsənirəm bundan. Deyən bunu geyinim. Gözləyin, görsədəcəm sizə qarnımı. Əvvəldən də mən bununla da arıqlamışam başqası ilə. Gözlüyüm sizi görsədəcəm. Gözdə aşkım. Birazdan çatdırılma olunacaq. Kimlər istəsə yaza bilir. Bax qızlar, belə. Gəlin görsədim sizə. Deməli. Bax qızlar. Bax. Görsünüz. Görsünüz. Bak belə. Qarnınızı da yığır. Yanlarınızı da yığır. Baxın. Da qızlar özləri başa düşür. Baxın. Özünüz başa düşürsünüz. Bax. Bu indi dardıda rezindir. Konkret arıqlayırsınız. Amma 15 ədədlə mən sizə nə and içirəm, nə söz verirəm. Mən sizin orqanizminizi bilmirəm. Mən 15 dənə ilə 65-dən 53-ə düşmüşəm. 62 yaşında qadın var, 90 kilodan 83-ə düşüb. 53 yaşında qadın var, 15 dənədən 75-dən 70-ə düşüb. Qız var ki, 88-dən 79-a düşüb. Qız var, ikinci gün alıb, 6-cı gün elə bir ki, çəkisini ölçüb, 60-dan 50-57-yə düşüb, ya 58-ə düşüb, bilmirəm. 3 günə. Adam var, dünən Xırqalanda bir xanım var, Bravo marketin arxasında qalır. Bəlkə də məni izləyir, qara maşını var. 2 günə 2 kilo verdi. 59-dan 56-ya düşüb. Hərədə bir cürdür orqanizm. Mən sizə söz verə bilmərəm ki. Mən sizə söz verə bilmərəm 15 dənə ilə 15 kilo. O sənin orqanizmindən asılıdır. 15 dənədən 10 kilo da arıqlaya bilərsən. 7 kilo, 5 kilo,
4 kilo, 3 kilo. Mən nə deyim? Amma ümumiyyətcə arıqlamamışam, o yalandır. Ola bilsin sən bir gün içməmsən, ya içki içirsən, ya da ümumiyyətcə sənin orqanizmində xəstəlik var, nəsə problem var, vallahi bilmirəm. Elə bir şey mümkündür ki, mənə kimsə desin ki, mən arıqlamadım. Yox, arıqlamayan bilsən kimlərdir? 100 kilodan yuxarı çəki direnci olan xanımlar, piyli xanımlar. Onlara mən heç nə deyə bilmərəm. O istəyir, mən satıram, deyirəm, buyur xanım, iç. O 15 dənə ilə 3 kilo arıqlayırsa, min şükür. Onu mən cavabdeh deyiləm ki, o çəki direncli xanımdır, piydir onun bədəni. Başa düşürsən, 90'dır, 100'dür, bunlarda piylər var, başa düşürsən. Eynəyi görsətdən, sizə baxıram, mən hara baxıram ki? Akşam saat qızlar 12'ye qədər bütün ərazilərə çatdırılma var. Konumu evinizdən atma, oturmuşam burada, telefonla konumu attın, zəng eləyirəm ki, düş aşağı götür. Düşürsən, aşağıdan götürürsən. Çox az sayda qalıb, hal-hazırda ayın 10'undan sonra olacaq. Kimlər istəyirsə, buyurub əgər 3-cü, 4-cü gün maaşınızı alacaqsınızsa, behdə ata bilərsiniz, problem deyil, saxlaya bilərəm. 3 günlük saxlaya bilərəm, 3 günlük, 4 günlük belə saxlaya bilərəm. Elə xanımlar var ki, deyir, 15 dənəsi 65'ə qapınızın ağzına çatdırılma ödənirsiniz. Buyurub yaza bilərsiniz qızlar. Daha mən sizə nə deyim, kökəlmək üçün deyil, arıqlamaq üçündür. İstəsəz yoldaşınıza da ala bilərsiniz, qardaşınıza da ala bilərsiniz. Bir də onkoloji xəstələr mənə yazmayın, hamilələr, ürəyində problemi olanlar, zəhmət olmasa mənə yazmayın. 17 yaşdan yuxarı hamı yaza bilər. 15 dənəsi 45 manata olmayıb xanım. Yalandan bura artisi elib yazma gidan. Mən bambalıyam, mən gicəm, onun 15 dənəsini 45 manata vereyim. 10 dənəsi 45'dir. 10 dənəsi 45'dir. 15 dənəsi 65'ə. 45'ə də ki, baxır hansı əraziyə. Buradan bu zonaya mən 45 manata alıb gətirmirəm onu. O mənə sərf eləmir. 10 manat mən beysinim eləyir. Nəyimə lazımdır mənim buradan sənə bu zonaya 10 dənə çay gətirim. 15 dənə alsın gətirərəm. 10 dənə alsın yox. 65'dir qızlar nömrəsi. Qiyməti 65. Yox canım, 45'ədir qızım, 45'ə. 10 dənəsi 45. 15 dənəsi 65. Bəli, Rufaya xanım, çaydır can, çaydır. Mən yavaş-yavaş canlını bağlayıram. Çatdırılmalar var, onları burada telefonda qeyd eləməliyəm. Paçkası 30 dənəsi 110'adır. 15 dənə al, bəlkə 15 kilo arıqladın. Nə mən sənin puluvu yeyim, nə də sən özünü lox kimi hiss elə. 15 dənə al, iç, xoşuma gəlsə, çəkin nə qədər olsa, ondan sonra 15 dənə də alarsan. Sən də qaçmırsan, mən də qaçmıram. Boş şey ola bilməz. Mən küçədə dilənçilik eləyərəm, sizin pulunuz mənə lazım deyil. Başa düşdünüz? Sizin pulunuz mənə lazım deyil ki, sən mənə deyəsən ki, gedib balalarının dərmanı olsun, mən səndən aldım, heç arıqlamadım. Sənin pulun mənə lazım deyil. Bütün rayonlara çatdırılma var. Rayonlara çatdırılma istəyənlər indidən yazsın, səhərə poçuna çatdırılsın. Bu nömrəyə yazın, zəhmət olmasa. Mən yavaş-yavaş çıxıram uşaqlar. Yavaş-yavaş mən çıxıram, bayıra çıxıram, küçədə olacağım. Kimlər istəsə yazsın, bu nömrəyə yazın. Burada nömrə var. Səhifəmə girin, bütün səhifələrimdə var, bu nömrəyə yazın. Nömrəni necə görürsən elə qeyd elə. Plus 99 4 99 343 00 21. Bu nömrəni belə qeyd elə. Necə görürsən elə. Can, uliçka, baş üstə. Yavaş-yavaş çıxıram. Kimlər istəsə buyurub yaza bilər. Gecə saat 2'yə qədər çatdırılma var. Qarnınız da arıqlaya bilər. Niyə arıqlamır ki? Niyə arıqlamır ki? Mənim gördən boy da qarnım olub, indi bir damcıdır. 15 dənəsi 65'ə. Çay limonata dadı verir. Çox qəşəng çaydır.
Bu səhifəmə də deyəm. Bu nə söz toz məndən çıxır, hə? Deyəm, onu da sabitləyim. Bu səhifəmə də takip atın, qızlar. Bu da mənim iş səhifəmdə. Bunda da canını açıram ha mən. Bu səhifəmə də takip atarsınız. Da bilmirəm neçə qəpiyə düşür, bilmirəm ki. 10 dənəsi 45-dir yaxın ərazilərə. Çox uzaq yox. Nərmanova qədər, Gəncliyə qədər, Xırdalan, Masazır və belə. Uzaq ərazilərə sərf eləmir. Uzaq ərazilərə elə 65-ə 15 dənəsi. Qaşa çoxdan mən keçmişəm. Qaşı da buyurub yaza bilərsiniz, evlərə gedirəm. Qaşı da evdə eləyirəm də, harada eləyirəm ki? Özünüz hardan götürəcəksiniz canım? Siz mənə yazın WhatsApp-a. Sovetskiyə çatdırılma var. Ağac nə üçün yoxdur? Hər yerə var. Evdən konumu vırğı ilə bacın gətirsin. Öpdüm sizi. Gecəniz xeyrə qalsın. Mən bayıra çıxıram qızlar. Kimlər çay istəyirsə burada nömrə var. Bu nömrəyə yazın. Necə görürsən nömrəni? Plus 99 4 99 343 0021. Onkoloji xəstələr, ürək problemləri, hamilələr, hamiləlik üçün müalicə alanlar, süd verənlər, az yaşlılar olmaz. Bəylər də içə bilər, xanımlar da. Sizi sevirəm.